Videoda mövzumuz 8-ci sinif ingilis dili, KSG 4, ikinci xarici dil olanlar üçün. Uşaqlar, vaxt olduqca mən paylaşımlar eləyirəm. Vaxt təəssüf ki, azdır. Bilirsiniz, buraxılış imtahanları yaxınlaşır. Belə. Deməli, choose the correct definition of the word to participate. Participate sözünün düzgün mənası hansı sözdür? To make someone have fun, kimisə əyləndirmək, xeyir. To take part, yəni iştirak etmək deməkdir, B variantı. Nədəsə iştirak etmək deməkdir. Participate. Choose the correct definition of the word an image. Image. Şəkil sözünün mənası. A picture of something in your mind. Nəyinsə təsviri, beynində təsviri. Bəli, budur. B variantı, person who draws pictures, şəkil çəkən şəxs, xeyir. An important thing, mühüm bir şey, xeyir. Düzgün söz. What is the most important in your country? Sizin ölkənizdə ən vacib hadisə nədir? Charity, xeyriyyə, guest isə qonaq, uyğun gəlmir. Düzgün söz ilə tamamlayın. Museum will show Picasso's works next month. Hansı muzey, rəsm muzeyi Picasso'nun işlərini gələn ay göstərəcək. Picasso bilirsiniz ki, məşhur rəssamdır. Düzgün zaman zərfini, zamanı istəyir. İl 1989, yəni in 1989. Hansı zamandır uşaqlar? 2026-cı ildən əvvəlki illər past simple hesab olunur. Past simple'da necə işlənir? Takes place indiki zamandır. Has taken place indiki bitmiş zamandır. C variantı. Deməli, past simple'dır. Past simple'da bilirsiniz ki, feillər iki cür işlənir. Qaydalı feillər var, qaydasız feillər var. Qaydalı feillərin sonuna id şəkilcisi artırmaqla düzəldilir. Qaydasız feilləri isə siz əzbərləyirsiniz. O ikinci sıra. The performers, deməli, when the rain started. Keçmiş zaman necə göstərilir? Keçmiş davam edici zaman. Keçmişdə dəqiq vaxt da, yəni verilərsə, budaq cümlə, bu biri tərəfi, baş cümləni, yəni bu tərəfi biz keçmiş davam edici zamanda işlədirik. The performers cəmdə olduğuna görə were singing. Keçmiş davam edici zamanın da quruluşu budur da. Uşaqlar was, were, fail, ing. Ing, belə. Yaxşının səsinə bax. Pəncərəni bağladım uşaqlar. Yəni ki, siz eşitirdiniz. Mikhail Müşfiq, deməli. A lot of poems, dünyasını dəyişən şəxslər haqqında danışanda onların hərəkətlərini keçmiş sadə zamanda işlədirik. Wrote. Choose a correct modal verb and complete the sentence. Düzgün modal verb istəyir. Spiders can climb up the walls. Hörümçəklər dırmaşa bilirlər, bəli. Düzgün modal verb istəyir. She's left-handed. O sol axaydır. Write with her right hand. Sağ əli ilə yaza bilir, yoxsa yaza bilmir. She can't. This year I've been to London. Bu il mən Londonda oldum. I have made some new friends here. Və mən burada bir neçə dostluq qurdum, bir neçə nəfərlə. I've learned many traditions and I've seen many wonderful things here. Mən çoxlu adət-ənənələri öyrəndim və burada çoxlu möhtəşəm şeylər gördüm. It's one of the oldest cities in the world and at the same time one of the largest cities in Europe. Bu dünyada ən qədim şəhərlərdən biridir və eyni zamanda at the same time eyni zamanda Avropada ən böyük şəhərlərdən biridir. It's not only the capital but also a big port and one of the greatest commercial centers in the world. Təkcə paytaxt deyil, bura həm də böyük bir limandır və dünyanın böyük
kommersiya mərkəzlərindən biridir. This is on the back of the Thames. Bu Temza çayının sahilində yerləşir. You can see many bridges over the Thames. Siz Temzanın üzərində çoxlu körpülər görə bilərsiniz. However, Tower Bridge is the most interesting one. Deməli, amma Tower Bridge, deməli, qala körpüsü ən maraqlısıdır. The city is the oldest part and the heart of London. Şəhər. The city burada uşaqlar yer adı kimi gedir. London 3 yerdən ibarətdir, səhv etmirəmsə. East End, şərq hissə, şərq sonluq, West End, qərb sonluq və The City adlanan yerdən ibarətdir. Şəhər deməkdir. The City mərkəz olmalı, səhv etmirəmsə. Və burada da The City deyəndə həmin Londonun içindəki həmin o hissə nəzərdə tutulur. The city is the oldest part and the heart of London. Deyir, yəni həmin city hissə ən qədim Londonun ən qədim hissəsidir və ürəyidir. Londonun qəlbidir. You can enjoy being in the West End. Qərb hissədə, yəni West End-i adətən tərcümə etmədir. Yəni City, West End, East End bunlar tərcümə olunmur. Yəni deyir, West End-də siz burada olmaqdan zövq alarsınız. It is the most fashionable and expensive part of London. Bu Londonun ən fashionable, deməli, moda, fashionable, yəni fashionable, müasir, fashionable. Moda pərəst və bahalı yerlərindən biridir. The passage is mainly about, mətn əsasən nə haqqındadır? Uşaqlar, mətnin birinci cümləsində və ya ikinci cümləsində adətən nədən danışılırsa o verilir. London is as a large city. Londonun böyük şəhər olması haqqında, bəli, Londondan əsasən danışılır. The London Bridges, bəli, London Bridges haqqında məlumatlar var idi, amma London Bridges körpüləri haqqında məlumat bütün mətnin əhatə etmirdi də, düzdür uşaqlar. Ancaq kiçik bir hissədə London Bridge-ə, Londonda olan körpülərə toxunuldu. New friends in London, yeni dostlar, Londonda yeni dostlar. Görürsünüz ki, uşaqlar, ancaq cümlənin əvvəlində Londondakı yeni dostlar barəsində bir cümlə dedi. Всё. Başqa yerdə bu mövzuda danışmayım. Yəni ona görə A variantı. Complete the sentence. London is a small city in the world. Dünyada balaca şəhərdir. Here, a great commercial center. Bəli, böyük, möhtəşəm bir kommersiya mərkəzidir. Bəli. The youngest city of the world. Dünyanın ən gənc şəhəridir. Xeyr uşaqlar. Ən yaşlı şəhərlərindən biridir, ən qədim. Bu qədər uşaqlar, videonu bəyənin, kanala abunə olun. Mən rəyləri oxuyuram, nəzərə alıram. Ən çox istəyik hansı mövzu üzrədirsə, o mövzu üzrədə vaxtım olduqca paylaşımlar edirəm. Ümid edirəm ki, sizə faydası toxunar. Sağ olun.